Qonaqlar düyməsinə klik edirsiniz. Qonaqlar düyməsinə klik etdikdə sizi 3 əsas menyu və altında köməkçi menyular sizi qarşılayır. Statistika hissəsində ümumi qonaqlarınızın sayı, gələnlərin sayı, gəlməyənlərin sayı, cavab verməyənlərin sayı, təxmini hesablanmış şəxs, göndərilənlərin sayı, ismarız göndərilənlərin sayı sizi qarşılayır. Hər gələn şəxsi 50 AZ-nə vurur sistem və onun gözlənilən məbləğini, sistemə daxil olunduqdan sonra yığılan məbləği və fərqi, yəni gözləniləndən yığılanı çıxıb sizə real qazancınızı və ya ziyanınızı qeyd edir. Deməli, dəvətnamədə qeyd etdiyiniz adlardan xanım olaraq neçə nəfəri dəvət eləmisiniz, bəy olaraq neçə nəfəri dəvət eləmisiniz, ailəvi çağırımınızsa yazılan mətndən ailəvini tapır, yoldaşı ilə çağırdığınız, xanımı ilə çağırdığınızın yoldaşını tapır neçə nəfərdir və tək çağırdıqlarınızı. WhatsApp-ı olanlar, WhatsApp-ı olmayanlar avtomatik sistem yoxlayır və geri dönüş edir. Sistemə ismarıc göndərmək üçün qoşul düyməsinə klikləyərək yaradılmış QR kod vasitəsilə WhatsApp-ınızı bağlaya bilərsiniz. Yeni qonaq əlavə etməzdən öncə qruplar tabından istəsiz qruplar yarada bilərsiniz. Məsəl üçün, qonşular qrupu yaradaraq qonşularınızı bir yerə, dostlar qrupu yaradaraq dostlarınızı bir yerə əlavə edə bilərsiniz. Bu qrupları yaratdıqdan sonra yeni qonaq düyməsinə klikləyirsiniz və ad soyad qeyd edirsiniz. Bu qonağın adı və soyadıdır. Məsəl üçün, Eyvaz Cəfərov. Telefon nömrəsi qeyd edirsiniz. Hansı ki ona gedəcək ismarıc bu nömrədən qeyd olunacaq. Bunu məsələn bir dəvətnaməni başqa şəxsə göndərə bilərsiniz. Bu zaman onun nömrəsini qeyd edirsiniz ki, sistemdə ona ismarıc göndərilsin. Onu hansısa masaya aid eləyə bilərsiniz. Beləliklə masalarınızı, qruplarınızı təyin eləyə bilərsiniz. Əgər seçməsəz, o ümumi qrupa təyin olunacaq. Və dəvət mətnində tək və ya xanımınızla avtomatik yazı dəyişir, yoldaşınızla və ailəvi olaraq bunu seçə bilərsiniz. Tək seçdiyiniz zaman sistem onu bir nəfər olaraq hesablayır. Gördüyünüz kimi ümumi bir dəvətnamədə hələ ki və bir təxmini adam gələcəyi göstərilir. Əgər mən bu şəxsi burada yeniləmə düyməsi vasitəsilə artıq siyahıya gəldim və bütün siyahısında gördüyünüz kimi bir nəfərdir, cavab vermədiyi üçün gözləyənlər siyahısındadır. Əgər həmin şəxs gəldiyini seçsəydi və yaxud siz sistemdən onun gəldiyini seçib səhifəni yeniləsəz, bu zaman o gələnlər siyahısına düşəcək. Və yaxud gəlmədiyini seçib eləsəz, görəcəksiniz ki, bu gəlməyənlər siyahısındadır. Üzərinə kliklədikdə sadəcə gəlməyənlər göstərir. Eyni qaydada gözləyənlərin siyahısı hərəsi ayrı-ayrı rahat bir şəkildə görürsünüz. Qruplarınızı göstərir burada və qrupda olan şəxsləri göstərir. Pul yazdıran, pul yazdırmayan, WhatsApp-ı olan və s. kimi sistem sizə avtomatik təyin edir. Yeniləmə etmək istədiyinizdə yeniləmə düyməsinə klik edirsiniz. Adını, telefon nömrəsini, iştirak statusunu, ismarıcın göndərilib göndərilmədiyini, qrupunu seçə bilərsiniz. Məsələn, dostlar qrupunu əlavə eləyək və burada məsəl üçün ailəvi artıq seçək. Hal-hazırda bir nəfər olaraq hesablayır. Ailəvi olaraq seçdiyimiz üçün daha çox hesablayacaq və ödənişi. Əgər məbləğ ödədisə, dəvətnamənin üzərindən həmin məbləği bura qeyd eləməklə onun ödədiyi məbləği təyin eləyə bilərik. Məsəl üçün mən seçdim və indi hal-hazırda məsələn bir nəfər gəlmədiyi üçün burada təxmini adam sayı 0-dır. Amma mən həmin şəxsin gəldiyini seçirəm və sistemi yeniləyirəm, 3 nəfər göstərir. Səbəb nədir? Çünki mən həmin şəxsi, burada gələnlər siyahısındadır, ailəvi olaraq daxil etmişəm. Ailəvi olaraq daxil etdikdə, deməli həmin şəxsin deməli özü, yoldaşı və uşağı olaraq nəzərdə tutduğu üçün sistem onu 3 nəfər olaraq təyin edir. Beləliklə sizin təqribi gələn şəxsiniz təyin olunmuş olur. Gəlməyənlər avtomatik olaraq siyahıdan çıxarıldığı üçün bu say təqribən düzgün göstərir. Təbii ki, gözlənilməz hallar ola bilər. Daha sonra burada qısa editlərdən izah eləyim. Gördüyünüz kimi ad hissəsinə üzərinə gəldikdə deməli mausun ikonu dəyişir. Bunun üzərinə 2 dəfə kliklədikdə buradan real bir şəkildə adını dəyişə bilərsiniz. Və adını dəyişdikdən sonra sağda yaşıl düyməyə klikləyib adını təyin eləyirsiniz.
Qeyd təsvir hissəsində onun içərisindəki yazını dəyişə bilərsiniz. Sizi məsəl üçün yazdım. Təyin eləyirəm. Telefon nömrəsi hissəsini burdan yox, ancaq edit səhifəsindən dəyişmək olur. Qrupunu ancaq edit səhifəsindən dəyişmək olur. Daha sonra məbləğini üzərinə klikləyib daha sürətli bir şəkildə dəyişə bilərsiniz. Siyahıda adam çox olduqda buradan dəyişib təsdiq et düyməsinə klikləyirsiniz. Statusudur, göndəriş statusudur. Yəni WhatsApp-dan ismarıcın göndərilib göndərilmədiyini bu tərzdə təyin edirsiniz. Linkinə klikləyərək həmin şəxsin görəcəyi səhifəni özünüz də aça bilərsiniz. Rahat bir şəkildə görə bilməyiniz üçün.